İran nüvə bombası yaratmağa nə qədər yaxındır? Yaşıl Media The Times qəzetinə istinadən xəbər verir ki, MAGATE-nin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun apardığı hesabata görə, İran artıq 60%-ə qədər zənginləşdirilmiş 233 kiloqram uran ehtiyatı toplayıb ki, bu da onu 3 həftə ərzində silah səviyyəsinə, yəni 90%-ə çatdırmaq və 25 kiloqramlıq 9 nüvə başlığı üçün material hazırlamaq üçün kifayətdir. Hətta bəzi rəqəmlər uran ehtiyatının 408 kiloqram olduğunu bildirir. Bu isə 10 tam əsaslı taktiki səviyyəli başlıq əldə etməyə kifayət edər. Zənginləşdirmə eyni vaxtda iki əsas sahədə, Fordoda və Natanz yanacaq zənginləşdirmə zavodunda aparılarsa, ölkə 5 ay ərzində nəzəri olaraq 22 nüvə yükü istehsal edə bilər və təxminən 10-15 ədəd nüvə başlığı əldə edə bilər.